Bir daha salam, hər vaxtınız xeyir olsun. Bugün artıq raw functionları bitirdiyimizə görə daha çox analitika sahəsi üzrə baxırıq bu SQL kursuna və daha sonra analitik hesablamalar, hesabatlar zamanı ən çox istifadə olunan növbəti SQL statementlərindən biri olan group by-a baxacağıq. Group by özü nə iş görür? Əvvəlcə onu başa düşmək lazımdır. Yəni funksiya əzbərləməklə hər hansısa bir iş yoluna düşmür təbii ki. Group by belə deyək, ingiliscə desək, summarize edir dataları. Yəni bir növ ümumiləşdirir, kompleksləşdirir, yığcamlaşdırır. Yəni biz baxmışdıq order by-a, əslində order by bir növ sıralamışdı bir sütun başlığı altında, lakin group by isə o sütun üzrə hər hansısa bir sütunda fərqli dəyərlər üzrə bir növ qruplaşdırır onları. Qrup funksiyaları istifadə eləyəcəyik group by-ın tərkibində təbii ki. Bəli, qrup funksiyalarından istifadə eləyərkən bizə əlbəttə group by lazımdır, lakin group by yazarkən sırf olaraq bizə vacib deyil ki, həmin qrup funksiyalarından mütləq istifadə eləyək. Lakin əsasən bu yöndə istifadə olunur. Group by funksiyasını işlədməsinə bir nümunələr üzərindən baxaq. İlk olaraq average funksiyasına baxacağıq. Qrup funksiyalarından average olaraq qeyd olunur. Məsələn, select ulduz from employees. Employees cədvəlinə baxaq. Təkrar görürük ki, burada məsəl üçün var bizdə salary qrupu var, sütunu var. Salary sütunu üzrə biz baxa bilərik ki, məsəl üçün job ID-lər üzrə ortalama əmək haqqı. Yəni hər bir job ID üzrə burada gördüyünüz kimi müxtəlif job ID-lər var və onlar üzrə ortalama əmək haqqını tapa bilərik. Məsəl üçün burada IT Proc 9000, 6000 və s. və s. Yəni sırf IT Proc olanlar üzrə bütün əmək haqqılarını toplayır və ortalamanı, yəni ədədi ortanı bizə qaytarır. Select və daha sonra həmin hansı sütun üzrə qruplaşdıracaqsa onu qeyd edirik. Job ID gördüyünüz kimi job ID və virgül average salary. Daha sonra da from employees. Bunu belə birbaşa yazsaq bizə bir xəta verəcək. İndi gəlin yazaq. Görün xəta verdi. Nə xəta verir? Deyir ki, column employees job ID must appear in group by clause or be used in aggregate function. Qeyd etdiyi kimi biz burada job ID-ni qeyd etdiyimizə görə və job ID-dən sonra qrup funksiyası qeyd etdiyimizə görə bizdən tələb eləyir ki, bu job ID də bir qrupun içərisində olsun. Yəni tək bir dəqiqə bunu silək. Tək bu tipli yazsaq bizə cavab qaytaracaq. Bizə ümumi maaşların ortalamasını qaytaracaq. 6461 nöqtə və s. və s. Lakin qeyd etdiyim kimi job ID-ni burada əlavə eləsək bizdə xəta verəcək və bizdən group by-ın içərisinə onu daxil etməyimizi istəyəcək. Ona görə də group by funksiyasını əlavə edirik və daha sonra qrup funksiyasından yuxarıda qeyd etdiyimiz həmən job ID-ni götürürük və eyni ilə burada qeyd edirik. Yəni burada məsəl üçün olar bir neçə dənə sütun adı qeyd edə bilərsiniz və hər birini mütləq ki group by, yəni bu select-dən sonra hansıları yazsaq qrup funksiyasına qədər onların hər birisini group by-ın içərisində daxil eləmək lazımdır. Enter tıklayırıq və görürük ki, burada hər bir əmək haqqı job ID üzrə əmək haqqının ortalamasını bizə verir. Bunu daha
yaxşı görünməsi üçün, məsəl üçün qeyd edə bilərik order by və buna da əlavə edə bilərik average salary və bunu da disk eləsək. Gördüyünüz kimi bu səfər də maaşların ortalamasını hər bir job ID üzrə ortalama əmək haqqını hesabladı və daha sonra da onu böyükdən kiçiyə doğru sıralamış oldu. Average haqqında ədədi orta. Average haqqında baxdıq və daha sonra biz baxa bilərik. Məsəl üçün buradan təkrar bunu işlədək. Average-dən sonra bizdə gəlir count var, max var, minimum var, cəmləmə var və s. Məsəl üçün biz count üzrə baxaq. Əvvəlcə ümumi baxacağıq. Select count və daha sonra ulduz qeyd eləyək və from employees. Bu bizə nə qaytaracaq? Bu bizə qaytaracaq ki, employees cədvəlində olan sətirlərin ümumi sayı. Yəni ulduz verdiyimizə görə bütün sətirlərin ümumi sayını bizə qaytarır. 107 sətirdən ibarət olduğunu görürük. Məsəl üçün bunun içərisində hər hansı bir kolum yazsaq ayrı-ayrılıqda sırf həmin kolum üzrə hesablanmış olacaq. Count da bizə say bildirdiyinə görə bundan başqa max, min, yəni hər ikisi eynidir. Birinə baxsaq, məsəl üçün maxa baxarıq və bir dəqiqə baxaq burada nəyə görə eləmək olur. Məsəl üçün departament ID. Məsəl üçün department ID virgül buyuruq max salary from employees və group by qeyd etdiyimiz kimi nəyi daxil edirdik? Select-dən sonrakı və qrup funksiyasından, aqreqat funksiyalarından öncəki sütuna qeyd edirik. Baxırıq, burada da eyni ilə gördüyünüz kimi departament ID-lər üzrə qruplaşdırdı və məsəl üçün 70 nömrəli departamentdə ən yüksək əmək haqqı 10.000-dir və s. Bu kimi hesablayaraq bizə nəticə qaytardı. Gördüyünüz kimi burada null da bizə qaytarıb. Bu nə deməkdir? Bu department ID-si olmayan işçilərin onların da öz arasında hesabladı və bizə cavabı qaytarmış oldu. Max-la minimumda demək olar eyni şeydir. Yəni baxırıq bura, bunun minimumuna əvəz eləsək, görəcək ki, eyni ilə bizə nəticə qaytardı və görürük ki, 90 nömrəli departamentdə ən aşağı əmək haqqı alan 17.000 əmək haqqı almış olur. Bundan başqa qeyd etdiyim kimi sum da var idi. Bir dəqiqə ona aid də baxaq görək. Məsəl üçün commission PCT kolumu üzrə belə bir şey eləsək olar əslində. Məsəl üçün tutaq ki, job ID üzrə biz ümumi komissiyaların cəmini hesablayaq. Select-lə başlayırıq, eyni ilə digər sorğularda olduğu kimi. Daha sonra hansı sütun üzrə biz baxmaq istəyirdik? Job ID, onu qeyd edirik. Daha sonra nəyə baxırdıq? Commission PCT-nin cəminə. Sum, cəmləmə funksiyası və Commission PCT. Hansı sütun üzrə baxırıqsa, onu qeyd elədik. From employees və heç vaxt unutmuruq group by. Çünki əgər aqreqat funksiyalarını istifadə elədiksə, hər hansı bir sütundan sonra mütləq həmin sütunu group by içərisində də qeyd eləmək lazımdır. Qeyd edirik və baxırıq, görürük.
Elə job ID-lər var orada. Commission PCT 0 olduğuna görə cəmi bizə 0 qaytarıb, yəni null qaytarıb, hesablama eləməyib və baxırıq ki, ən çox komissiya olanlar da SA, RAP və burada hansıdır? SA mən job ID-ləri bizə bir nəticə qaytarmış oldu. Deməli, hansı funksiyalara baxdıq? Biz onu bir daha qeyd eləyək. İlkin olaraq baxdığımız average, count, max, min və sum. Bu funksiyalar qeyd etdiyiniz kimi aqreqat funksiyalar. Bunlar aqreqat funksiyalar adlanır və əlbəttə ki, qrupa ilə işlənir. Yəni təklikdə işlətmək olur, amma hansı şəraitdə olur? Ondan əvvəl heç bir sütun vermirik. Yəni ümumi olaraq cədvəlimizə, məsəl üçün saymaq üçün və s. onda istifadə edirik. Yəni bir dənə də count-la bağlı qeyd göstərim. Select count nəyə verəcəyik? Baxaq, bir dəqiqə employee-sə baxaq. Aha, employee ID. Bu çox yaxşı nümunə oldu. Employee ID. Ya da bunu yox. Job ID. Job ID və from employees. Burada gördüyünüz kimi heç bir qrup ID-dən istifadə eləmədim. Çünki count-dan əvvəl heç bir sütun qeyd eləməmişəm. Yəni bir növ heç nəyə görə qruplaşdırmamışamsa, sadəcə olaraq sayıramsa, burada heç bir qrup by funksiyasından istifadə lazım deyil də. Lakin məsəl üçün nəyəsə görə qruplaşdırdığımı bildirirəmsə, yəni burada hər hansısa bir sütunu qeyd edirəmsə, orada mütləq qrup by-dən istifadə eləməliyəm. Baxırıq bizə necə qaytarır? 107 qaytarır. Lakin belə bir məsələ var ki, bu 107 baxdıq ki, normalda məsələn IT proc bir neçə dəfə təkrarlanıb, bu clear bir neçə dəfə təkrarlanıb və s. Bizə lazımdır ki, hər job ID-dən yəni sadəcə birini hesablasın, say olaraq bizə qaytarsın. Yəni bizə bütün təkrarlanan dəyərləri də hesaba qatmasın. Unik olaraq neçə job ID var, onu bizə qaytarsın. O zaman belə bir şey eləyəcək ki, burada distinct count-dan istifadə olunur. Distinct count distinct count nə edir? Hərəsini bir dəfə hesablayır, say olaraq götürür və bizə nəticə qaytarır. Görürük 19 qaytardı bizə. Bu nə deməkdir? Bu bizə onu qaytarır. Yəni 19 fərqli job ID-miz var. Biz countsuz yazsaydıq bunu, bir dənə belə baxaq, ağlımızda yaxşı qalsın deyə. Countsuz yazsaq, bu bizə görə həqiqətən də nə qaytarır? Countsuz verdikdə həqiqətən də 19 job ID-ni bizə sətir olaraq verir. Və count-la yazdıqda da onun sayını bizə qaytarmış olur. Group by haqqında bu qədər, yəni əsas hissələr bunlardır. Lakin Group by-ın ikinci əsas istifadə olunan tərəfləri isə təkcə qruplaşdırmaqla məsələ bitmir və orada əsasən hər hansı bir şərtlər tətbiq olunur Group by üçün. Qoy bunu götürək. Group by üçün şərtlər tətbiq olunur. Biz bunu da qeyd edeyim. Conditions şərt tətbiq eləmək. Biz normal cədvəllərimizə şərt tətbiq eləyəndə where-dən istifadə eləyirdik. Yəni ötən videolarda da qeyd etmişdik. Lakin Group by içərisində, yəni hər hansı bir qruplaşdırmadan sonra where istifadə eləmək mümkün deyil. Bizə xəta qaytaracaq. Bunun üçüncə Group by-ın sırf özünün şərt üçün, filtr üçün istifadə olunan statementi var, hansı ki adı having.
operatorudur. Nümunəyə baxaq. Məsəl üçün, əvvəl yazdıqlarımızdan götürək. Elə bu yaxşıdır. Aha, qeyd edeyim. Deməli, group by qeyd eləmişik, group by-dan istifadə eləmişik, ortalama əmək haqqını tapmışıq və job ID üzrə qruplaşdırmışıq, həmçinin də sıralamışıq. Məsələn, burada çoxlu rəqəmlər görürük. Bizə deyilə bilər ki, job ID üzrə qruplaşdırılıb, lakin ortalaması, hər birinin öz içərisində ortalaması, tutaq ki, ümumi ortalamadan böyük olsun. Əslində, bu cədvəllərin birləşdirilməsinə görə çıxır. Məsəl üçün, belə deyək, burada tutaq ki, 10.000. Məsəl üçün, deyək ki, 10.000-dən böyük və bərabər olanlar bizə göstərilsin, qalanları göstərilməsin. Bu zaman eyni ilə bu qalır və group by-dan sonra having statement əlavə olunur və having-ə qeyd etdiyimiz həmən hissə, yəni qruplaşdırdığımız hissəni əlavə edirik. Yəni, average hissələri böyükdür və bərabərdir 10.000. Yazırıq və gördüyünüz kimi 10.000 və ondan yuxarı olan, ortalaması olan job ID-ləri bizə qaytardı. Həmçinin having-i burada digər funksiyalara da eyni ilə tətbiq eləmək olar. Burada məsəl üçün minimumdan hesabladığımız hissəyə, maksimumdan hesabladığımız hissəyə və s. Lakin burada from-dan sonra where istifadə eləsəydik, bu xəta verəcəkdi və işləməyəcəkdi. Qeyd etdiyiniz kimi, group by gördüksə, yəni ən əsas fikir verəcəyimiz hissə aqreqat hissəsidir. Aqreqat funksiyası varmı? Və aqreqat funksiyası varsa, dərhal ondan əvvələ baxırıq. Yəni, select-lə onun arasında. Select və gördüyünüz kimi, həmən aqreqat funksiyasının arasında hər hansı bir kolum varmı? Kolum varsa, mütləq həmin kolumu əlavə olaraq group by yazaraq, group by-ın içərisinə də yerləşdiririk və daha sonra baxırıq, group by varmı? Group by varsa da, filtrləmək üçün, şərt tətbiq eləmək üçün having operatorunu qeyd edirik. Yəni, normal select from statementlərindən tək fərqi group by-ın istifadə olunması və group by-a şərt verərkən də having-dən istifadə olunmasıdır. Belə